Bir daha hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci seri yenidən bir yerdəyik. Bir daha xatırladaq 9 yaşlardan ibarət Respublika çempionatı Koroğlu Spor idman meydançasında Dinev kollektivinin 4-0'lıq üstünlüyü var rəqib mübariz önündə. İkisi də maraqlı qarşılaşmanın şahidi olduq. Yüksək bir mübarizə izlədik. Dinevin 4 cavabsız golunun şahidi olduq. Elmi Məhəmməd hesabı açmışdı. Yusuf Əzimzadə hesab arasındakı fərqi 2'ye yüksəltdi. 3-cü golun müəllifi Məhəmməd Yunisov və son golun müəllifi isə Anar Ərzumanov olmuşdu. Görə ikincisi də daha kimlərdən qollar izləyəcəyik? Bir geri dönüş, comeback mi izləyəcəyik? Yoxsa üstünlük artacaq mı? Odur ki, maraqlı sualın cavabını tam olaraq 19 dəqiqə sonra tapmış olacaq. Onda qayda pozuntusu qeydə aldı referi. Dinev oyuncuları bu qərarla razı görünmürlər, amma ədalət təmsilçisi burada qətidir qərarında. Bir ötürmə hisseyi Yusuf Əzimzadə rəqibin üzərinə şığadı qazanmaq üçün Yunisov da komanda yoldaşının köməyinə çatır və topu qazanmağa bacarırlar. Daha sonra da qayda pozulub. Məhz hakim 17 nömrəli oyuncunun, mübariz adlı 17 nömrəli oyuncunun yanına çağırırdı. Belə kobudluqdan qaçınmalı olduğunu bildirdi. Yusuf Əzimzadə, İbrahim Qarayev, Cina dəyişilib. Elmi Məhəmməd bir ara ötürməsi yaxşı alındı, amma bir qədər bərk alındı. Ən azından Məhəmməd Yunisov üçün. Qapıdan zərb olacaq. Yüksəlik qazanan top. Referi bir qədər gözlədi, daha sonra qayda pozuntusu qeydə aldı. Oyuncular daha ehtiyatlı oynamağı çağırır. Ədalət təmsilçisi Məhəmməd Yunisov. Cahid Əhmədov digər cinahda ötürmək istəyirdi. Yunisov topla özü bir qədər elədi. İbrahim Qarayev. Mərkəzə doğru ötürmə Elmi Məhəmmədli Cina dəyişilib. Elmi Məhəmmədli bir ara ötürməsi yaxşı. Paslaşma izlədik Dinev adına. Cina daşıdılar. Yunisov toxunsa da ram etməkdə çətinlik çəkinir. Orada baş məqsinin də bir iradı var idi Yunisova. Hər iki məşqçi korpusu məşqçilər ayaq üstə bu görüşü izləyirlər. Bəzən aram-aram onların da səs sədalarını eşidirik. Topu uzaqlaşdırmağı bacardılar. İndi altdan topu ilə daxil ediləcək. Yusuf Əzimzadə. Qayda pozulub. Bir daha xatırladaq, 9 yaşlılardan ibarət Respublika çempionatı və bu görüşdə biz Dinev futbol məktəbi ilə mübariz kollektivlərini üzə görürük. Meydanda sol tərəfdə qarı sarı formada Dinev kollektivi, sağ tərəfdə ağ-göy formada isə mübariz çıxış edir və Dinevin 4-0'lıq üstünlüyü var. Elmi Kapateri standart vəziyyətdən zərbə izlədik dəfələrlə biz onun adına. Zərbəsindən qollar izləmişik. Bir-birinə möhtəşəm, baxımlı qollar da yadda qalıb. Təbii ki, ötən oyunları nəzərəm onu deyə bilirəm. Mesela bunun timsalında bir zərbə cəhdi Elmi Məhəmmədlidən, amma Kapateri bu səfər onun sevməsinə imkan vermir. Aktivində doğru da bir gol var. Dubl etmək istəyirdi, amma alınmadı. Hələ ki, ikinci hissədə görsə gol izləməmişik. İbrahim Qarayev rəqibinin qarşısını kəsməyə bacardı İbrahim. Halda düzəklər yaxşı çöndü İbrahim. Bir ara ötürməsi.
yerdə qalan oyunçu var. Deyəsən rəqibin Əli Məhsaid Əhmədovun üz nihayəsinə toxundu. Cahid artıq ayağa qalxdı, hər şey yaxşı görünür. Şimdi oyun bərpa olundu, ötürmə ilə başladılar. Elmin Məmmədli komanda yoldaşlarını axtarır. Elmin rəqibin təzyiqi topu qazanma bazarda mübarizə oyuncuları. Yunisov rəqibinin üzərinə şığamışdı, topu qazanmaq istəyir. Bitirmək istəyir, keçmədi İbrahim Qarayev. Topu meydanda saxlama bacardı, burada əzimkarlıq göstərdi. Cahid Əhmədov, Elmin Məmmədli, Yunisov qatləmləyib. Yunisov! Rəqibin kötürmə vermək istəyirdi. Amma Cina dəyişə bilmədi. Yusif Əzimzadə. Bir ara ötürməsi. Yeni gələnlər bizi xoş gördük. Ekranda bəyənək paylaşaq, zəhmət olmasa. Aşağıda darımızı görən bəyənənlər var. Sizlərə ayrıca minnətdaram. Sözünüz, sualınız olduqca da yazın. Mən də fasilə sınavlarında çalışıram ki, bütün suallarınızı cavablandırım. Rəsul Əliyev. Biz onu da yenidə meydanda görürük. Rəsul Anar gözləmirdi. Ərzimanov bu cəhdə hazır değildi. Rəsul Əliyev, Elmin Məmmədli bir qədər gözlədi. Elmin zərbə! İki gözəl hərəkət izlədik. Elmin Məmmədlinin zərbəsində qapısından gözəl bir seyv izlədik. Bu zərbəni dəf etməyə nail olur. Gəlişinə zərbə. İndən Elmin Məmmədlinin ifasında Yusif Əzimzadə. Əzimzadə, Rəsul Əliyev. Bir aldadıcı cəhət, geriyə qayıtdı Elmin Məmmədli. İbrahim Qarayev. İbrahim elə də topladı. Top sanki ayağına yapışıb. Dinev kollektivinin 4 cavabsız golu var mübarizə önündə. Məsələ Dinevin indi yeni həmləsi olacaq. Yusif Əzimzadə, Cinadaş ilə İbrahim Qarayev tək toxunuşlu ötürmələri izlədik. Divar pası ilə İbrahim Qarayev, Elmin zərbə, Elmin Məmmədli. Dubledir. Komandasının 5-ci özünün 2-ci qolu. (5-0) İlk hissədə bir ifadə işlətmişdim. Məhz desin həqiqətən də bunun şahid olacaq. Hansı ki, həmin ifadəni yenidən xatırlatsam, görünür ki, mübariz oyuncuları qalan dəqiqələr ərzində yalnız təsəlli qolunu axtaracaqlar. Rəqib bir qədər hesabla barışsa da Dinev oyuncuları barışmaq istəmir. Fərqi bir qədər də artırmaq üçün həmlələr edirlər. İbrahim Qarayev yeni cəhd olacaq. Qarayev sağ cəhd pəncərələdi. Bir ara ötürməsi. Qapıçı Anar Ərzumanovu qabaqladı. Elmin Məmmədli meydanda hər mövqedə var. Hər yerdə görürük biz onu. İstər müdafiədə, istər hücum əmlələrində, hətta bu cəhdlərin, bu əmlələrin artıq ikisində qola çevirməyi bacarıb. Bəsi gedən, sözü gedən oyuncu. Rəsul Əliyev. Dokuz yaşlardan ibarət Respublika çempionatı Koroğlu Sport Seri İdman meydançasında məhz Dinev kollektivinin 5 cavabsız qolu var. Elmin Məmmədli. Rəsul Əliyev burada rəqiblə mübarizə apardı və korner. Köşdən zərbə olacaq. Həqiqətən də belə gənclərimizi gördüyümüz zaman bizə sadəcə bir təəssürat yaranır. Niyə deməz? Bu gənclər bu arada Rəsul Əliyev fikrimi tamamlamağa imkan vermədi. Çox möhtəşəm bir qol izlədi onun ifasında.
korner xəttinə iti bucaq altıda kor nöqtədən bir zərbə və fərq bir qədər də artır. İndi fikrimi tamamlasam, məsələ həqiqətən də bu gəncləri gördüyümüz zaman bizdə yalnız və yalnız bir təəssürat yaranır. O da ki, niyə məhz bu gənclərimiz növbəti illərdə top 5 liqalarda çıxış etməsinlər? Ümid edək ki, həqiqətən də top 5 liqalarda məhz bu oyuncuları biz görəcəyik və bu günləri yad edəcəyik. (8-9 yaşlarda 40 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə hissələr. Hətta 8 yaşlarda 4 qapı olur, 2-2 qapılar. 9 yaşlarda gördüyünüz kimi belə bir qapı və 40 dəqiqə. 10 yaşlardan sonra isə 50 dəqiqə olur. Artıq 15 yaşda səhv etmirəmsə, 14 və yaxud 15 yaşdan sonra isə dəqiqə bir qədər də artır. Burada qapı qarşısını ötürmək istəyib. Burada keçid verilmədi. Rəsul Əliyev son qolu müəllifi rəqiblə mübarizə aparırdı. İndi sərbəst zərbə qeyd alınacaq yəqin ki. Orada mübarizə oyuncular top ayaqlarında saxlamışlar və yaxud Rəsul Əliyev. Ekran verilənlər, minnətdaram. Aşağıda adlarınızı görürəm. Hər birinizə ayrı-ayrı təşəkkürümü bildirirəm. Sözünüz, sualınız olduğu zaman yazın. Sadəcə bir qədər səbirli olun. Mən də hər birini cavablandırmağa çalışıram. Təxmini olaraq 8 dəqiqə yaxın bir müddət qalıb görüşün bitməsinə və bir daha xatırladaq. Çorlu Spor İdman Meydançasında 9 yaşlardan ibarət Respublika çempionatında bu görüşdə Diniyevin 6-0'lı üstünlüyü var rəqib mübariz önündə. Rəsul Əliyev və Yunisovla birgə hərəkətlənmişdilər. Topu meydanda saxlama bacardılar Yusuf Əzimzadə. Əzimzadə. Ötürməklə başladılar Yusuf. Müdaxilə var idi. Rəsul Əliyev tələsmədi, bir qədər ayaq saxladığını bağlı idi. Məsələ baş məqsində təqdirini qazandı. Rəsul Əliyev! Eyni nöqtədən ikinci qol Rəsul Əliyev. Kör nöqtə iti bucaq altında topu torlara yollamağa bacardı. Dubledir. Və bir qədər də artır. 7-0. Artıq qeyd etmək olar ki, məhz Dinev kollektivində qələbədən dəqiqələr ayrılır. Bəlkə də bir qədər sonra bu ifadəni saniyələr ayrılır deyə də əvəz edəcəm. Elmi Məmmədli biz onu yenidən meydanda görürük. Və görüşün ən məhsuldar, ən sərras oyuncularından biridir ötən dəqiqələr ərzində. Yunisov bir aldatdı rəqiblərini zərbə! Hər şey etdi, bir tamamlamaq qaldı. Hər kəs intizarda saxlayır Yunisov. Amma nəticə hasil olmadı. Cəhd davam edəcək kornerdən. Dinev adına qapı qarşısına paralel ötürmə. Elmi Məmmədli gəlişinə zərbə bu səfər alınmır. Mehmet Yunisov. Yunisov. Anar Erzumanov. Racait. Mehmet Yunisov. Zahid Əhmədov. İbrahim Qarayev. Zahid. Zahid.
İbrahim Qarayev qapı qarşısında paralel ötürmə zərbə. Əlar Ərzmanovdan keçmədi. Ard-arda cəhdlər top müdafiədən çıxarmaq çətinlik çəkir mübarizə oyunçuları. Elmin bir qədər ayaq saxladı. İndi mübarizin uzun müddət sonra ilk həmləsi. Bu da referi qayda pozuntusu qeydə alır. Və beləliklə biz Murad Əzizlini də kadrda gördük. Çoxdan da görsənmirdi. Bu görüşdə bəlkə də kadrdan ən uzaq qalan oyuncudur Murad Əzizli. Son zamanlarda keçirdiyi ən rahat qarşılaşmalardan biridir onun üçün. Bütün dəqiqələr ərzində qapısını toxulma saxlama bacarıb, bəhsi gedən golkiper. Standart vəziyyəti istəyək, qapı qarşısına zərbə idi bu. Qapıya doğru bir baş həmlə idi, amma top bir xeyli qapının üzərinə meydanı tərk edib. Elmin Məmmədliyev bir ara ötürməsi. Yusuf Əzimzadə. Tərs bir müdaxilə var idi. Onu uzaqlaşdırmaq cəhdi. Məhəmməd Yunusov. Gözdə artıq xatırlatmasını edək. Son 3 dəqiqə və 7 cavabsız gol var. Dinev kollektivi 7-0 hesabı ilə öndədir. Rəqib mübarizə önündə. Cahid Əhmədov. Özünü çatdırdı sonunda rəqib. Həmlə etməyə bacarmışdı Yusuf Əzimzadə. Dinev adına daha bir əmli olacaq. Bu səfər deyəsən korneri yeni etirəcək. Kifayət qədər oyuncu var cərmə meydançası səndəvərində. Görək əmləni necə yeni etirəcəklər. Ötürmə ilə başladılar. Yusuf Əzimzadənin zərbəsi alınmır. Qapıdan. Qapıdan zərbə. Yunusov. Rəqibi mərkəzdən keçməyə imkan vermir oyuncular. Daha bir standart vəziyyət görək. Bu cərmə zərbəsinin standart vəziyyəti kim yerinə yetirəcək? Cahidin zərbə indirəcəyini görürük. Bəs məşqçinin deyəsən hissəyi bu yönümlüydü. Cahid Əhmədov. İşarə gəldi. Cahid qapıya doğru zərbə idi. Son anda təkrar həmlə və gol Yusuf Əzimzadə. Bu standart vəziyyəti qola çevirməyi bacardılar. Bir qədər də artır. Cahid Əhmədovun qapıya doğru bir başa zərbəsi. Orada Məhəmməd Yunusovun da bir toxunuşu var idi. Yusuf Əzimzadənin öndə qaldı və dəqiq zərbə ilə topu torlara yollamağı bacarır. Aktivinə daha bir gol yazdırdı. Bəsi gedən Yusuf Əzimzadə. Fərqisi artıq 8-ə yüksəlib. Daha bir Cahid. İbrahim Qarayev. Təzyiq nəticəsində topu yenidən qazandılar. İbrahim Qarayev görə nə edəcək? Yaxşı çıxardı topu. Elmin Məmmədliyev. Yaxın ikinci nişan almışdı, alınmadı. Bu nömrə yerində bir dayanın da. Yusuf. Rəqibi müdafiədən çıxarmağa istəmir. Orada qapı ötürür Rəsuləyevin ifasında. Yusuf. Elmin gəlişinə zərbə öz komandı yoldaşına tuş gəldi. Elmin Məmmədliyev. Bir ötürmə. Cahid. Davam edə bilmir. İstədiyi kimi toxuna bilmədi. Artıq son saniyələr, son cəhdlər. Qeyd etmiyorlar ki, artıq Dinevi qələbədən saniyələr ayırır. İbrahim Qarayev burada rəqibini yola saldı. Qapıdan zərbə. Ədalət təmsil də artıq sağdan nəzər yetirir. Son epizodlar, son cəhdlər. Bəli,
referi qarşılaşmanı bitirdi. Maraqlı bir mübarizə izlədik. 9 yaşlardan ibarət Respublika çempionatı. Çorlu Spor İdman Meydançasında Dinev kollektivi 8-0 hesabı ilə mübarizə məğlub edir. Bu gözəl oyun üçün hər iki komandaya təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.